Bu günlerim İmam Hasan Aleyhisselam'ın dünyaya geliş günüdür. Allah'ın verilir o imamın azametine, Ehl-i Beyt'in hürmetine bizleri dünya ahirette imamdan ayrı salmasın. İmam Hasan Aleyhisselam bilirsiniz ki Hazreti Peygamber Aleyhisselam'ın İmam Ali Aleyhisselam'ın evladı Hanım Fatıma Aleyhisselam'ın böyük oğludur ki İmam Hasan ve İmam Hüseyin hakkında çoxlu hem ayə, hem hadisler rivayet olunmuştur ki Peygamber Aleyhisselam da hadislerin birinde qeyd edilir ki Hasan ve Hüseyin her bir halda ister oturmuş ister kalkmış halda yani her bir halda imamdır. Yani Hazreti Peygamber Aleyhisselam buyurur ki ümmetin rehberi, ümmetin seçilmişleri Hasan ve Hüseyin'dir. Bizim elə nimetlerden, hoşbəxtliklərimizdən biri de budur ki bizim İmam Hasan ve İmam Hüseyin Aleyhisselam kimi behiş cavanlarının rəhbəri olan imamımız vardır. Allah onların ahirette şəfaətindən bizləri binəsib eləməsin. Onların hakkında çok danışmaq olar. Amma mən Ali Aleyhisselam'ın Nəhcül Bəlağədə İmam Hasan Aleyhisselama olan məktubundan istəyirəm bir neçə sətir diqqətinizə çatdıram. Həzrət oğlu İmam Hasana vəsiyyət eləyir. Buyurur ki, oğulcan, özünü seninle başkası arasında olan şeyde tərəzi etkinən. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq elə. Başqalarında çirkin saydığın şeyi özündə də çirkin say. Oğulcan, sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az da olsa bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi sən də başqasına deməcəksən. Bil ki, təkəbbürlük və özünü bəyənmək xoşa gəlməz və haqqa zid bir xüsusiyyətdir. Belə ki, o ağla ziyan gətirər. Beləliklə, öz yaşayış və dolanışığını təmin etmək üçün çalış. Başqaları üçün xəzinədarlıq eləmə. Öz doğru yoluna çatanda Rəbbin müqabilində ən təvazökar və itaətçi halda olcunan. Həzrətin bu tövsiyələri hər cümləsi bir geniş mövzudur. Neçə sifətləri burada buyurur və bizlərə bunu buyurur. Yani insan özü özünə nə istəyirsə, bütün yaxşılıqları, kəramətləri, fəzilətləri gərək başqası üçün də istəyə. Bu şeyləri kim istəmir? Yalnız təkəbbür, egoist, həsəd aparan, paxıl və ilə axirə. Amma o insan ki bu sifətlərdən uzaqdır, bütün gözəllikləri hamı üçün istəyər. İmam Hasan Aleyhisselam'dan izzət və zillətin haqqında olan yol göstərici bir hədis var. Hazret buyuruyor ki, İdə əraddə izzən bilə əşirə. Əgər dünyada oğul, qız, ata, ana, qohum əqraba,
dostlar olmadan izzət axtarırsansa, fikir verin. Bəzisi ata-anası ilə fəxr eləyir. Mən atam belə olub. Bəzisi qardaşı ilə, bacısı ilə fəxr eləyir ki, mənim qardaşım filan yerdə işləyir, vəzifədə işləyir. Bəzisi qohum-əqrəbası ilə fəxr eləyir. Mən əmim oğlu filan yerdə işləyir, dayı oğlu filan yerdə işləyir. Bunu özünə izzət bilir. Daha bilmir ki, Allah yanında onlar hamısı sıfır. Heç bir Allah yanında onların nə izzəti var, nə sənin fəxr eləməyin də kiməsə heç sən o dediyin sözlərin heç birini heç kəs nə siyahıya almaz, nə də ondan sənə izzətli bilməz. Necə deyərlər, hədisdə var, sən özün neynəmsən və sən özün kimsən? Əleyhissalam demiş ki, dünən mundar su idin, nütfə idin. Sabah da iyilənmiş bir ət olasan. Nə olar da izzət axtarasan ki, sən özün heç izzət nədir bilmirsən. İmam Həsən əleyhissalam buyurur ki, kim bir saydığım əziz insanlarından və qohum-əqrəbasından olarsız izzət axtarırsa, və heybətən bila sultan və sultan, hakim, rəhbər olmadan heybətli olmaq istəyirsə, bilirsiniz ki, heybətli olmaq insan üçün nədir? İlahi yanında bir izzətdir. Həzrət buyurur ki, olarsız istəyirsən ki, izzətli olasan və heybətli olasan, fəxruc min zulli məasiyyətillah ilə izzi taətillah. Həzrət buyurur ki, onda bütün günahlardan qaç ki, hansı ki o günahlar zillət gətirər sənə. Yəni, hər bir günah insanı zəlil eləyər. Və Həzrət buyurur ki, əgər istəyirsən ki, izzətli olasan, Allahın yanında da izzətli olasan, xalqın da yanında izzətli olasan, Həzrət buyurur ki, Allah ki, ilə izzəti təatillah, Allahın yanında izzətli olmaq üçün günahların hamısından qaç ki, Allah səni öz itaət ki elədin Allaha, onu ilə səni Allah dünyada həm izzətli eləyər, həm heybətli eləyər. Qohum-əqrəbə ilə, sultanla, filanla, pul paylamaqla, hansısa işi ilə öyünməklə, kimlənsə öyünməklə dünyada heç bir vaxt izzətli olmayacaqsan. Baxın, Əleyhissalamın kimi var idi? Ya Peyğəmbər Əleyhissalamın kimi var idi? Heç kimi. Peyğəmbər Əleyhissalam da yetim idi, nə qardaşı var idi, nə bir şey. Amma dünyaya baxın, izzətə baxın, nə izzət oldu. Əleyhissalama baxın, Əleyhissalamın dünyada kimi var idi? Elə qardaşı ki, əqil idi, çox kasıb bir şəxsiyyət idi. Gəlib Əleyhissalama deyirdi ki, mənə köməkli ilə çörək almaq pulum yoxdur. Loru dillə deyirəm. Yəni, kimi var idi? Heç kimi. Yəni, o qədər Allah onlara izzət vermişdi, o qədər heybət vermişdi ki, hamısı onların özlərinin Allaha olan itaətindən. O hədisdə mən qabaq dedim, imama deyirlər ki, siz bu izzətə necə çatmışsınız? Dedi, hamısı Allaha and olsun özümüzün itaətimizdən, özümüzün əməlimizdən. Qohum-əqrabanın səni tərif eləməsi, ya vəzifədə olması, ya varlı olması, ya sultanın, səni müvəqqəti dünyada ola bilsin ki, izzətli yox, bir balaca cəmaat sənə baş əyə. Nə izzət? İzzət deyəm, səni görəndə ayağa qalxmaqdadır. Səni görəndə ayağa qalxmaq, Allaha xatir əgər olarsa buna izzət deyərlər. Əgər səni görəndə insanlar bir heybətli şəxs görürlərsə, əgər o heybətin səbəbini axtarsan, bilginən ki, onun Allaha olan itaətindəndir. Yoxsa bir vəzifəli gələndə heç, belə deyək,
nə cəmaatla, nə xalqla, nə Allahla heç bir əlaqəsi yoxdur. Görürsən, bir-iki nəfər ayağa qalxar. Amma o ayağa qalxmaq onu heç vaxt izzət eləməyəcək. Nə də ki, buna bir vəzifə versələr ki, get filan yerdə otur, filan yeri idarə elə, onunla izzətə çatmaz o. İzzət, İmam Həsən əleyhissalam buyurmuşkən, o şeydədir ki, günahlardan qaçın, Allaha itaət eləyin. Allaha itaət eyni zamanda da Həzrət Hüseyin əleyhissalam nə buyurur? Heyhat minnəd zillə. Zillət bizdən uzaqdır. Baxın, Kərbala hadisələrinə qoşun, hakimiyyət ki, Bəni Üməyyənin hakimiyyəti neynədi? Qiyamətə qədər lənət oxunur. Amma Hüseyin əleyhissalamın kimi var idi? Heç kimi. Bir əziz insanlar idi ki, onlar da canlarından keçdilər. Gör, necə izzət tapdır. Bu günlərin baxdım, yəqin ki, siz də görmüşsünüz. İrlandiyalı bir xanım, xristiyan bir xanım. Gəlir İmam Hüseyin əleyhissalamı, keçən ya iniş il oldu bu hadisə, indi Azərbaycan dilində də yazıblar, artıq baxa bilərsiniz. Yol keçirdi İrlandiyada, İngiltərənin yuxarıda xristiyanlı, orada İslam 5-10 nəfər taparsan ya necə. Yol keçirdi, orada İmam Hüseyin əleyhissalamdan vərəqə paylayırdılar. Bu xanım da alıbdı, vərəqənin də üstünə İngiliscə yazılmışdı ki, Hüseyin kimdir? 3 vərəqə. Bu da alıb yol gedəcəkdə oxuyur ki, Hüseyin kimdir? Gəlib İmam Hüseyindən üzrxahlıq istəyir indi. Və deyir ki, Hüseyin can, mən səni tanımamışam. Sənin izzətini mən tanımamışam. Sənin şərafətli bu dərəcədə olduğu mən bilməmişəm. İndi üzr istəyirəm, indi mən sənin şiənəm. 1400 il bundan qabaq bir şəxs zülmə qarşı çıxıbdır. İzzət qazanıb, izzət əldə eləyibdir. Həbib ibn Məzahir kimdir? Tanıyırsınız. Peyğəmbəri tanıdıq, İmam Hüseyni tanıdıq. Həbibi hardan tanıyırsan? Heç bilmirsən ki, hansı şəhərdəndir? Heç atasını da tanımırsan, heç anasını da tanımırsan. Amma nədir? Deyirsən ki, ilahi, o Həbibə xatir məni bağışla. Gör, nə qədər insan izzətə çatarmış bir qoca kişi gəlir İmam Hüseyinlə bahəm dünyanı tərk eləyir. İzzətə bax, heç kəsi də yoxdur. Bir dənə də İrlandiyalı bir xanım bir dənə vərəqəyə baxmaqla gəlir qoşulur həmin karvana. O karvan ki, izzət karvanıdır. O karvan ki, bu günlərim hər il oturursan onun məclisini keçirirsən. O karvanın izzətindən, şərəfindən. Bax, budur izzət. Yoxsa mənim filan evim var, dayım oğlu belədir, atam filan yerdədir. Bunlar vallahi dini Allah'ı tanıyanlar üçün bir gülməkdən başqa bir şey deyil, istehzadan başqa bir şey deyil. Boş şeylərdir. Bilmərik ki, bizim axırımız necə olar? İzzət və şərəf yalnız Allaha itaətdədir. Bu olandan sonra kafirə də rəhm eləyərsən, müsəlmana da əl tutarsan, sənin üçün fərq eləməz. Hamısı Allahın bəndələridir. Amma mümini özvə can qardaş bilərsən. Mümin ağlayanda ağlayarsan, mümin güləndə gülərsən. Necə imam buyurduğu kimi, bizim şiələrimiz bizim qəmli günümüzdə qəmli olarlar və şad günümüzdə şad olarlar. Bu günlərim ikisi də bizdə var. Şadıq Peyğəmbərin balasının mövludu olduğu üçün, qəmliyik çünki şiə qardaşlarımızın qanını içirlər. O şəxslər ki, Allahu Əkbər deyib namaz qılır, o şəxslər ki, saqqal buraxıb Peyğəmbər sünnəti deyirlər. Peyğəmbərin sünnəti məzlumu öldürməkdir, günahsız uşaqları öldürməkdir. 10 mini keçibdir bir həftənin içində şiə, İmam Həsən şiəsinin aşiqlərinin, məzlumlarının ki, əllərində bir dənə də silah yoxdur. Öldürən kimdir? Həmin Bəni Üməyyənin dünyada qoyduğu, Muaviyyənin dünyada qoyduğu sünnət. Bax,
Bir tərəfdən də nədir? Özümüz deyirik ki, İslam niyə məzlum olub? Məzlumiyyət ondadır ki, ağıl yoxdur. Fəqət hisslərlə yaşayırlar. Bir düşünən, bir təfəkkür eləyən, heç olmasa ağıl varmı ki, bilsin ki, Allahın da heyvana zülm etməsinə din icazə vermir. Heyvan heyvanlığı ilə əgər sənin, necə deyərlər, bostanova gəlirsə, sən onu söyüb, təhqir edib, vurmağa İslam onu istəmir. Deyir, getkinən əli ilə vur, bir hoha, nəsə deyirsən, çıxsın, geçsin. Gör, İslam necə də humanist, rəhəmli bir dindir. Amma onlar etdikləri zülümü, kəsdikləri başı cavanları yığıb yerə qoyun kimi başlarını kəsirlər. Deyə doludur. Mənə də gəldi axşam nə qədər. Mən də dostlara dedim ki, bax, bu nədir? Dünyanın ağlar gözüdür. Və çəkib dünyaya da göstərirlər. Bununla da fəxr edirlər. Və bununla da elə başa düşürlər ki, bunlar dünyada izzətli insanlardır. Hansı ki, zillətin böyüyü onlardadır. Allaha and veririk. Öz izzətinə tezliklə İmam-ı Zamanı göndərməklə möminləri dünyada hakim qərar versin. Və o şəxslər ki, dünyada zülm eləyərlər, zillətlə yaşayarlar və zillətlə ölərlər, ilahi, onları həm dünyada, həm ahirətdə, həm onların havadarların zəlil, xar və odların artıq eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə. O şəxslər ki, dünyada məzlumdurlar, fərqi yoxdur, kimliyindən asılı olmayaraq, amma məzlumdur. İlahi, sən öz Ərhəmər Rahimin adı var, sən Qəyyum adın xatirinə, Hafiz adı, Razzaq adı, bütün mərhəmətli olan adlarını onlardan əskik eləməginən və bizləri özündən başqa heç kəsin qarşısında əl açmağa nəsib etməginən. İlahi, bizim də xalqımız neçə illərdir ki, əziyyət çəkir. Hamı bunu bilir ki, dünyada hamı bilir ki, bizim nə qədər məzlumiyyətimiz, nə qədər şəhidlərimiz, minlərlə şəhidlərimiz var. Yenə də dünya nədir? Həmişə zülümlə ki, o qərb oynayıbdır. Bugün də haqqı görmür, bugün də ki, zülm edir dünyaya. İlahi, bizləri, bugünkü azadlığımız ki var, İlahi, bunu daimi qərar verginən və xalqımızın düşmənlərini məhv nabud elə. Bu əziz şəhidlərimiz ki, canlarından keçdilər ki, dünyada bu günlərin biz bu rahatlığı tapırıq. İlahi, onları Əhl-i Beytdən, İmam Həsəndən ayrı salmaginən və o qazilərimiz ki var, İlahi, onları da dünyada salamat və bədənlərindəki olan bütün problemləri, həyat problemlərini həll etməklə dünya ahirətdə izzətli eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə xəstələrimizə şəfa kəramət elə, dünyasını dəyişənlərimizə qəniq rəhmət elə. Heç kəsi bu rəhmət ayında öz qapından əli boş qaytarmaginən və beytüvi, Əhl-i Beyti ziyarət etməmiş bizi aparmaginən və aqibətimizi xeyirli qərar verginən. Özümüz üçün aramızdan gedən möminələr və nə qədər ki, dünyasını dəyişən möminələr ki var, əlal xüsusda alim müştehidlərimiz ki, İslamı qoruyurlar, İlahi, onların da salamatçılığına öz şəhidlərimizlə bahəm 3 salavat hədiyyə eləyək.